Değerli kanal izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bu günləri sizin üçün Bakı Anadolu Qəsəbəsində 96 nömrəli məktəbin yaxınlığında icra hakimiyyətinin arxasında Leningrad layihəli 3 otaqlı mənzili təqdim edəcəm, əziz izləyicilərimiz. Mənzilin təmiri orta, səliqəli vəziyyətdədir. 5 mərtəbəli binanın 4-cü mərtəbəsi. Qanuni 3 otaq, qiymət də çox münasib. Bir dənə zəhmət olsa qardaş, yaxınlaş. Bura mənzilin zal hissəsidir. Gördüyünüz kimi, əziz izləyicilərimiz, yəni mənzilin zalı olduqca genişdir, Leningrad proyektidir. Yerləşmə yeri də əladır. Burada belə bir, yəni bildiyimiz Leningrad dostlar. Əlbəttə ki, Leningradlarda 9 metrəlik balkonları da var. Mənzilin hər iki tərəfə balkonu var, əziz dostlar. Skvaznoy mənzildə hər iki tərəfə balkonları var. İndi sizin üçün yataq otaqlarını göstərəcəm. Gəl qardaş. İlk öncə kiçik yataq otağını göstərək. Bura mənzilin kiçik yataq otağını. Burada da əziz izləyicilərimiz balkona çıxışı var. Uzun balkondur, yəni bu hissədən də balkona çıxışı var. Hol hissəsi geniş, otaqlar gördüyünüz kimi hər biri ayrı-ayrı, yəni iç-içə deyil. Bura mənzilin geniş yataq otağıdır. Yaxınlaş qardaş, göstər. Buradan da balkona çıxışı var. Mənzilin dediyim kimi hər iki tərəfə balkonları var. 9 metrəlik balkonları var, əziz izləyicilərimiz. İndi isə sizin üçün mətbəxli, sanitar qurşağı, sanuzeli təqdim edəcəm. Diqqətiniz məndə olsun. Aman tualet gördüyünüz kimi normal vəziyyətdədir. Göstər olur. Burada mənzilin əziz və dəyərli izləyiciləri, mənzilin mətbəx hissəsidir. Xanımlar üçün daha çox maraqlı olan mətbəxdir. Geniş, balkon hissəsi açılıb, qatılıb, mətbəx bir qədər də böyüdür. Əlavə olaraq balkonu da var. Burada da belə bir balkon, qapalı balkon hissəsi var. Şkafdır, kladovka, əlavə veşlərin yığılmalıdır. Dəyərli izləyicilərimiz, İzlədiyiniz üçün təşəkkür edirik. Mənzilin qiyməti haqqında sizə məlumat verəcəm. Gördüyünüz kimi sərgəli vəziyyətdədir. 5 mərtəbəli binanın 4-cü mərtəbəsi. Qiymət münasib şərh bölməsində yazacağım. Leningrad proyekti Bakı Anadolu Qəsəbəsinin ən gözəl ərazisində 5 mərtəbəli binanın 4-cü mərtəbəsi. Zəhmət olmasa bu mənzillə bağlı nə sualınız olsa bizimlə əlaqə saxlayın. Çox sağ olun, təşəkkür ederim.